Biz özümüzdən uzaq düşdük. Həqiqətimizdən uzaq düşmüşük. Bu dünya, maddi aləm naz neməti ilə, gözəlliyi ilə bizi özümüzü bizdən alıb. Nə versən heç nə verməyib valla. Məni məndən alıb nə verəcək mənə ki? Heç nə verməyəcək mənə. Buna Quran-ı Kərim bir ayə var. Bir dənə hadisə baş verdi. Rəcəu ilə ənfusihim. Qayıtdılar özlərinə. Ayə var. Rəcəu ilə ənfusihim. Qayıtdı özünə. Olur da məsələn görsən bir insan o depressiyaya düşür, çıxır sanki özü deyil. Bir müddət sonra onunla otururlar, söhbət edirlər ora-bura, qayıdır özünə ya. Həmənki adama çevrilir. Biz elə bil ki düşmüşük, uzaq düşmüşük özümüzdən. İndi mən depressiya mövzusuna da toxundum. Gələcək mövzularda o depressiyanın da qorxu ilə çünki əlaqəli bir mövzudur. Depressiya nədən yaranır? Onun qorxu ilə əlaqəsi nə həddədir? Buna da toxunacağıq. Bəli, məkruh, ikrah. Baxın, ikrah bir hissdir insanda. Ruhu gərgin edən bir hissdir və fundamental hisslərdən biridir insan ruhunun. Və insan o hisslə gərginləşir, görsən insanda o hal baş verir, insan özünü narahat hiss edir. İkrah və məkruh elə bu köklüdür, dedim də sizə. Müstəhəb nədir? Eşitmisiniz? Müstəhəb. Yəni eşitmişik, əlbəttə eşitmişik. Müstəhəbdir filan əməl elə. Müstəhəb yəni nə? Müstəhəb hub. Ərəb dilində hub yəni məhəbbət. Müstəhəb yəni Allahın məhəbbətini özünə çəkmək. Allah ki deyir bu müstəhəbdir yəni nə? Bunu etsin Allahın məhəbbətini çəkəcəksən. Elə bir ki bir nəfərə sual versən ki, neynəsən filan kəsin məndən xoşu gələr. Deyib bunu elə xoşu gələcəksən. Onu deyirlər müstəhəb. İndi sual çıxır, neynəsəm Allah mənə sevəcək, xoşuna gələcək. Deyib məsələn gecə qalx bilən ibadət elə xoşuna gələcək. Ha, xoşuna gələcəkmi? Seviləcəm onun tərəfindən. Deyir əlbəttə. Sevilməyə də mənim çox ehtiyacım var axı. O qədər istəyirəm ki sevilim. Allahda tapa bilməmişəm, onu adamlarda axtarıram, onu yerdə göydə axtarıram. Onu ilə dolsam, onu ilə dolub daşsam, mənə bir nəfər elə belə baxmadı, bir nəfər mənim üçün məsələn like eləmədi, bir nəfər şərh yazmadı internetdə, o mənə sıxmaz ki, o qədər cılızlaşmışıq ki, hər şeydən küsürük. İnsanlar əslində o məhəbbət boşluğun yaşayır deyənə ondan bundan adətən küsməyə başlayır. O niyə belə baxdı, bu niyə belə elədi? Demirəm, bu heç olmamalıdır da, bu həddi aşmayaq da, bu aşırı həddi olmayaq da. Bu qədər, nə qədər gözlənti olar cəmiyyətdə. Diqqət edirsiniz. Müstəhəb də yəni bu. Məkruhu da izah etdim sizə. Müstəhəbbi də izah etdim sizə. Və biraz da gedək də mövzuları qabağa gedək. Açın bu sözləri sizə, sonra mövzuları tam yığın bir yerə. Eşitmişsiniz məruf kəlməsi, məruf. Əmr be məruf elə deyir. Əmr be məruf. Nə deməkdir? Məruf yəni ruha tanış olan bir şey. Məruf ərəb dilində yəni ruha tanış olan bir şey. Yəni ilahi buyruqlar ki var ha bizə Allah deyib əvvəldən. Bunu et, bunu et, bunu et. Hamı ruhla tanışdı. Ruhunu ola tanıyıb. Elə bil bizi belə bir dənə misal çəkim. Bizi bu dünyaya göndərməmişdən qabaq yenə də ruhdur ya mövzu. Bizim ruhumuza sanki göstəriblər bax bu əməli, bu əməli, bu əməl namazı göstəriblər, insanlara yaxşılıq eləməyi göstəriblər. Falan nə qədər yaxşı əməllər var bir-bir göstəriblər bizə. Bu bir. İkinci etap Allah neyniyib? İkinci etapda həbbə ileykum əl-imanə. Yaxşı əməlləri sevdirib göndərib bizə. Biz Allah belə böyüdüb ruhumuzu. Sevdirib bizə yaxşılıqları. Mən sevinirəm yaxşılıq eləyəndə. Bu yaxşılıq mənə tanışdır ruhuma, yad deyil. Ona görə əmr be mərufdur. Əmr be mərufdur. Yəni ruhuna tanış olan bir şeyi təklif elə insanlara. Özü əmr elə ya, əmr elə. Bu qarib biraz axı əmrdən adamın xoşu gəlmir, xeyir olar mənim deyirlər. Adamın xoşu gəlməyən bir şeydir. Amma ruhuna tanış olan bir şeyi, ruhunun sevdiyi bir şeyi sənə əmr eləsələr sənə nuşdur. Elə bir dənə uşaqdır, xoşlamırdı, atası elə əmr eləyir, ora getmə, bura getmə, bunu et. Amma səhərdən axşam oturub evdə bir dənə gözləyir ki, bayıra çıxsın. Evdə icazə vermirlər. Birdən bir ata nə edir ona, əmr edir, dur çıx bayıra get oyna. Tonu da belədir ya. Uşağa xoşdur bu. Niyə? Ruhunun istədiyi bir şeydir oynamaq bayırda. Əmr də eləsə ona xoşdur. Başa düşürsünüz nə demək istəyirəm? Ona görə dinimizdə əmr be məruf var. Yəni əmr elə, nəyə əmr elə? Ruha tanış olan şeyləri insanlara əmr elə. İnsanlar bilsələr ki, bunlar onların ehtiyacıdır, ruhunun ehtiyacıdır. Ona əmr eləsən xoşdur. Vallahi sevdiyi bir şey əmr edirsən. Sevdiyi bir şey əmr edirsən ona. Elə bir nəfər misalda neçə vaxt o övladı səfərdədir. Ata gözləyir övladını. Bir nəfər gəlir qıraqdan deyir ki, oğlun gəldi. Dur çıx bayıra. Get görüş ona. Dur çıx bayıra. Dur çıx bayıra əmr edir ona. Dur çıx bayıra. Amma onu xoş deyir, şey də onu gözləyir. O mərufdur. Diqqət edirsiniz.
Ona görə Qurani-Kərimdə imanlı insanların xüsusiyyətlərindən biri nədir? Yəmuruna bil ma'ruf. Bir-birlərinə nə edirlər? Ma'rufu əmr edirlər. Nə qəşəng Allah ifadələr, kəlmələr işlədib. Ma'ruf, sevdiyim bir şey. Məkruh, məkruhu izah verdim. Ma'ruf budur. Münkər nədir bəs? Bax, münkər. Nəhyəz münkər. Münkərdən onu uzaqlaşdırır. Münkər, yəni sənə ruhun tanımadığı bir şey. Münkər yəni bu. Ruhun onu tanımır. Ruhun xoşlamadığı bir şey. Ruhuva yad olan bir şey. Deyir o nəhyəz münkərlə. Onu münkərdən çəkindir, pislikdən çəkindir. Adını nə qoyub Allah? Münkər. Yəni ruhuva yaddır. Orada nə deyir? Nəhy elə. Orada belə çəkindir onu. Nəhy yəni bir növ pis işdən çəkindir onu. Əmrin bir başqa formasıdır, düzdürmü? Orada sənə xoş olacaq. Sənə bir nəfər zəhəri içmədisə xoşuna gəlməz. Benim deyirsən, bu nə söz deməkdir? Zəhəri içmədə səni zəhərdən uzaqlaşdırır. Nə əmr də eləsə belə səni xoşdur. Səni çünki nədən çəkindirir? Pislikdən çəkindirir. Bəli, insan ruhu qəribədir. Bunun üstə gəlir biraz mövzular açılsın və danışılsın. Ona görə Allahın buyruqları ki var, ruha nisbət nədir? Yad bir şey deyil, sevdiyim bir şeylərdir. Nəyi ki deyib etmə, əslində ruhumun acığı gəldiyi bir şeydir. Deyərsən, mən belə deyiləm, axı necə eləyim yaxşı, indi belə olum. Qurani-Kərim bir dənə ayə deyir, şah ayə. Qəd əfləhə mən zəqqaha. Biraz təmizli özünü, təzkiyə elə özünü. Qurtuluş oradadır. Biraz təmizli özünü toz torpaqdan. Təmizləndikcə, günahlardan çəkindikcə nə baş verəcək? Günahlardan çəkindikcə sən ibadətdən ləzzət alacaq. Bu istədiyimmiş. Günahdan çəkinmək sənə xoş gələcək. Bu mənim ruhumun acığı gəldiyi bir şeydir axı. Mən bunu sevirəm, bunu xoşlayıram axı. Qad əfləhə mən zəqqaha. Uşaq görsən bir şey yemək istəmir, ana deyir ye. Yemir, öldür özünü. Bir dəfə nə ola, biraz dadına bax. Axı bir tə dadına baxandan sonra həmişə onu istəyir yemək. Xoşladığı bir şey, axı bilik xoşladığıdır. Baxın, inan Allaha, biraz özümüzü təmizləyə bilsək, içimizi paklaya bilsək, biz ibadətdən heç vaxt belə məcbur qalxmayacağıq namaza, nə bilim, yaxşılığı məcbur eləməyəcək ki biz. Zövq alacaq ondan, ləzzət alacaq ondan. Xoşumuza gələcək. İkinci xeyri nə olacaq o təzkiyənin? İkinci xeyri bu olacaq ki, biz özümüzü paklandıqca, təmizlədikcə istedadlarımız üzrə çıxacaq. Çirkli ruh istedadlar da qalıb, itbat olub çıxıb gedib. Davamında nə deyir? Deyir, əmmi yədussuhu. Buyurur, qəd xabə mən dəssaha. Bədbəxt oldu o insan ki, iç aləmini torpaqla ört bastır elədi. Örtmüş özümüzü, xəbərimiz yoxdur. Həqiqi ləzzətlərdən olmuş ona məhrum. Bu kəlmə ki var, qəd xabə mən dəssaha. Möhtəşəm kəlmədir. Dəssa kəlməsi ərəb dilində bir başqa yerdə də işlənib. Əm yədussuhu fit turab. Ərəblər deyir, qız övladlarını aparırlar, inirlər, torpağın altında bastırırdılar. Turab torpağa deyirlər. Yədussu torpağın altında bastırmağa deyirlər. Həmən kəlməni Allah fitrət mövzusunda işlədib. Deyir, fitrətinizi torpaqla bastırırsınız, xəbəriniz yoxdur. İstedadlarınızı torpaqla bastırırsınız, özünüzün xəbəri yoxdur. Özünüzün üstünü örtmüsünüz. Xəbə, bədbəxt o insan ki, istedadlarının, fitrətinin üstünü örtüb, özündən xəbəri yoxdur. Bədbəxtdir bu insan. Bəli. Ona görə biz özümüz çalışmalıyıq, insanları təbliğ eləyəndə bu yöndə təbliğ eləyək. Bu yöndə. Yəni, dinin buyruqları belə təbliğ eləmirsiniz Allah. Dözdə bir tələk bir yolda, axirət yaxşı olacaq. Niyə belə təbliğ edirsiniz? Buna elə yaxşı olacaq, qiyamətdə. Yox, belə təbliğ edin. Bunu biraz davamlı elə, görsən burada yaxşıdır. Namazı elə burada qılırsan, burada yaxşıdır. Nəinki biraz əziyyətə qatlaşaq ki, orada ləzzət alacaq. Xeyr, hələ ləzzət buradan başlayır da dünyada. Hələ burada biraz əziyyətə çəkin, ibadətdən ləzzət alın, xidmətdən ləzzət alın, cəmiyyətə faydalı olmaq, xidmət etməkdən ləzzət alın. Burada mümkündür. Biz beləyik, zaten biz beləyik. Biz Allah belə yaradı. Biz sevinəndə bir ləzzət duyuruq, düzdür? Sevindirəndə də ləzzət alırıq. Mən deyərdim, sevindirməyin ləzzəti sevinməyin ləzzətindən daha ötədir. Fikir ver, ata ya baba. Günorta bir dənə hədiyyə alıb axşam evə geyəcək. Nəvəyə ya övladına verəcək. Bir dənə o anı gözləyir ki, gedim çatım evə, uşaq çıxsın qabağıma, uşağa hədiyyəni verim. O üzündəki bir dənə sevinci görüm, sevinim. O ləzzəti başqadır. Sən Allah belə yaradın. Ya məsələn, bir fəqirə əl tutursan, gəlirsən bazardan nəsə alırsan, yığırsan, yəni gözləyirsən bağını ki, tutarım tez bazarlığı edeyim, gedim onun qapısını döyüm, çıxardım ona nəyi verim, yeməyi verim, aldığım ərzağı verim. Buna ləzzət almırsan.
Bu sevindirməkdən o qədər ləzzət alırsan ki, sevinəndə o qədər ləzzət almırsan. Bəli, din ona görə deyir ki, fədakar ol. Fədakarlıqda ləzzət var. Həyat orada başlayır. Fədakar olmayanda yalnız özü üçün yaşayanda sıxılacaqsan. Ruhdur, bax bu bizim ruhumuzdur. Mən kənara keçmirəm. Baxın, gəlin dinimizi bu şəkildə təbliğ eləyək ki, məruf, yəni buyruqlar ruhuva tanışdır. Münkər qadağalardan ruhun acığı gəlir əslində sənin xəbərin yoxdur. Bu şəkildə təbliğ eləyə bilsək asta-asta ailəmizi, övladlarımızı. Əlbəttə qarşı tərəfin də vəzifəsi var deyəcəm. Onlar neynərlər? Dini sevərlər. Namazı sevdirə bilir. Namaz bala sənin sevdiyin bir şeydir. İzah eləyə bilir. Bir nəfər deyir deyə bir gecə vaxtı Nəcəfdə yaşayırdı. Dururdu evindən, gedirdi Əlləsəlam hərəminə gecə namazını qılmağa. Bir də övladındır qızdı yuxudan. Bala gəl gedək sən də gedək. Öpdü, bağrına sıxdı, alim idi. Bir tə durquzdu axır onu. Durdu ki gedək. Hərdən nə olar ki? Adam övladını da qaldıra. Əlbəttə ruhuna uyğun. Deyir, durublar soyuq havada gəlirlər hərəmə tərəf. İmam Əlləsəlam hərəminə tərəf. Ki Allah inşallah o günü yenə də bizlərə nəsib eləsin ki, biz gedək hərəmi Əlləsəlamın, Peyğəmbərin qəbrini yenə ziyarət eləyə bilək. Baxın, işim ondan yox. Keçəndə gördü bir nəfər əlini açıb gecə vaxtıdır da, sübhdən qabaq dilənçilik edir. Ata dayandı, fürsətdir. Dedi, bala onu görürsən? Dedi, bəli. Dedi, o niyə dayanıb orada? Dedi, pul istəyir də. Dedi, övladım, o ki gəlib orada dayanıb pul istəyir. Hələ dəqiq bilmir ki, onu nəsə verəcəklər, verməyəcəklər. Amma gecə vaxtı yuxusuna haram qatıb ehtimalla gəlib oturub soyuq havada ki, bəlkə nəsə verdilər. Dedi, bəli ata elədi. Dedi, bax, əziz balam, Allah ki, sənə deyib, qalx gecə ibadət elə, namaz qıl, 100% deyib sənin əcr mükafat verəcəm. O ehtimalla gəlib orada dayanıb əlini açıb. O Allah ki, sənə deyib, 100% sənin əlvi dolduracam, sən niyə ona inanmayasan? Mən niyə ona inanmayayım? Onun qədəri himmətimiz olmasın. O görüncə gəlib, ehtimalla gəlib oturub, bəlkə 5 manat verərlər. Sən ki 100% və mən əstəqu minəllahi qilən. Allahdan tərəf düz danışan var. Görün, necə qəşəng yerində oturtdu sözü, cümləni. Söz yerində. Fürsətlərdən istifadə edin. İbrətli hadisələr çıxanda onu uyğunlaşdırıb övladınıza danışsınız, cəmiyyətə təbliğ edirsiniz o fonda. Vallahi çox insanları bəlkə də təbliğ etmiş olarıq gözəl şəkildə. Gözəl şəkildə. Ona görə bu şəkildə övladlarımızı ibadətə sövq eləyək, dinə də tərəf yönəldək. Hədisdə var, maraqlı bir hədisdir. Rahimallah raculən qamə minəl-leyli summa ayqaza əhləhu. Allahın rəhməti olsun o kişiyə ki, hədisə bax, Peyğəmbərimiz deyir, duasıdır Peyğəmbərin. Kimə nail olacaq? Kim nail olur bu duaya? Durur özü yuxudan, birinci kişi qabaq. Qılır ibadətini, sonra üzr istəyirəm, ailəsini durqusur. Yəni var, birinci məsələn əvvələn sən dur qılarsan, sonra mən duraram. Amma birinci Peyğəmbər deyir, buna Allahın rəhməti olsun ki, durdu, ibadətə oyatdı. Kimi? Ailəsini. O qazandı. Davamında buyurur, Rahimallah imraətən, Allahın rəhməti olsun o xanıma ki, durub yuxudan minəl-leyl fəsəllət namazı qılır, sunnay qazət. Sonra neyir? Həyat yoldaşına yatır yuxudan. Bir var indi o da durmur, bu da durmur. Sən qıl da məndən nə işin var? Səndən mənə soruşmayacaq. Belə olmaz ki. Ta oyadıb qalx ibadət və də 5 dəqiqə sənə nə olacaq? Adama deyərlər. Hə? Rəhməti çəkdə Peyğəmbərin duasını gətir ailəvə də bu şəkildə. Amma gözəl izah vermək. Gözəl izah vermək. İndi ola bilər sənin vəzifən gözəl izah verməkdir, amma qarşı tərəf neynəmir? Düzgün qarşılamır. Ona görə qarşı tərəfin o günahıdır. Quran buyurur, Zalikum yu'azu bih mən kənə yu'min billah vəl yevməl axir. Moizədən hər adam nəticə çıxartmaz. Kim? Allahla bağlı olan insanlar, axirətdən qorxan insanlar, onlar nəticə çıxartırlar. Qarşı tərəfdə neynəsin? Özünüz paklasın ki, moizə təsir etsin. Yoxsa təqdirə neynəməyəcək? Təsir eləməyəcək ki. Baxın, ikrah hissindən başladım, ruhu açmağa başladım da ruhdan danışım sizə. İkrah hissi neynir? İnsanın xoşlamadığı bir şeylə üzləşir, hadisə ruhunda nə yaranır? Gərginlik. Eyni zamanda hüzün. İnsan neynir? Ruhunu gərginləşdirir. Qəzəb neynir? Ruhu gərginləşdirir. Gəldim yenə. Qorxu neynir? Yersiz qorxu insanın ruhunu gərgin saxlayır. Qorxu ruhu gərgin saxlayır. Bu qədər ki, mən bu hisslərdən ki danışdım ha, biz niyə danışdım? Belə deyirlər ki, qorxunun yaratdığı gərginliyi heç bir hiss yaratmır. İstər ikrah hissi, istər qəzəb hissi. Qorxunun vurduğu zərbə ki var, daha şiddətlidir. Ona görə bu qədər gəldim müqəddimə ilə bu qədər danışdım sizə. Qorxu daha çox zərbə vurur.
Bir hədisdə var, Allahumma inni a'uzubik minəl cubni. Peyğəmbərimiz buyurur, Allah sənə sığınıram qorxudan, qorxaqlıqdan. Yersiz qorxular. Keçən cümlədə danışmışam hansılardı. Elə ki insan ölür, dünyasını dəyişir. Can üstündə olanda mələk nazil olur bəzi insanlara. Bizə ilk söz nədir? Tətənəz Quran ayəsidir. Tətənəzzəl aleyhumul mələikə. Mələk gəlib ilk sözü budur. La təxaf, qorxma. Yəni qorxmasa elə bir hər şey həll oldu da. Qorxu insan hər şeyini eləyir, əlindən aparır. Lap gedə istirahətə. O bəzi otalar yoxsan, gedirsən, istirahət edirsən, qəşəng bir yerdəsən. Övladından narahatsan, qorxsan yıxılar eləyərlər. Qorxu ilə istirahət edə bilmirsən. Qorxu oldu, hər şey əlindən çıxır da. Ruhun gərgin, həm qəşəng yeməyi qoysalar, yenə də qorxu ilə yedə bilmirsən. İlk sözü mələyin budur. İnsan can üstündə olanda xüsusi insanlara Allah təxaf, qorxma ya, vəziyyət yaxşıdır. Qəşəng yerə girsən. Doğrudan bəli. Davamda nə deyir? Və la tahzana. Hüzünlənmə. Hüzün bitdi. Qorxu da bitdi, hüzün də bitdi. İki şeyə toxunuram, fikir verin. Mələk insan can üstündə olanda dünyasını dəyişən xüsusi insanlara iki şeydir. Qorxma, hüzünlənmə. Əla inna awliya la xawfun aleyhim və la hum yahzanun ayətidir. Qorxu da yoxdur, hüzün də yoxdur. İndi açacağam gələn söhbətlərimizə qorxu hardadır, hüzün hardadır. İnsan nədən qorxur, nəyə hüzünlənir? Ona görə çox mühümdür. Qorxu olan yerdə şiddətli qorxuya. Bax, keçən dəfə dedimsə, bu hissi Allah veribsə, müdafiə xarakterlidir qorxu. Allah elə belə yerə verməyib ki, verib ki, qorxasan, pis bir şey eləməyəsən. Qorxasan, özü qoruyasan. Müdafiə xarakteri var qorxunun. Amma həddin aşanda, əndazəsini keçəndə insanı bədbəxt edir. İnsan, yersiz qorxular insanı inir. İnsanı gərgin saxlayır. İnsan gərgin onda nə olur? Düşünə bilir. Düşüncənin qabağını almaqsınızı gərgin saxla, vəziyyət qutardı ki, düşünə bilməyəcək insan. Ona görə tövsiyə olunur, dinimiz deyir ki, övladlarınızı analar, atalar, qorxu ilə böyütməyin. Qorxsunlar ha, amma da bundan ibarət olmasın, ailədəki hər şey qorxudan ibarət olsun. Yəni qorxa-qorxa dərs olsun. Görsən, bıçağı istiləndirib qoyub qazın üstündə oxu dərsi. Belə övladı dərs oxutdurmazlar ki. Bu qorxu ilə uşaq nə dərs oxuyacaq ki? Onun düşüncəsinin qabağında gərgin insan nə düşünə bilər ki? Ən çox sənin övladın 5 alacaq, onun işim yoxdur. Amma əzbərçi olacaq, düşünməyəcək. Düşünən insanla əzbərçi insanın fərqi var. Düşünən insan hər situasiyada vəziyyətdən qurtulmağı bacaracaq. Əzbərçi insan düşdüyü hadisədə də gözü orada bunu axtaracaq, neyini mən də eləyim. Hələ orada burada olacaq. Amma özü düşünən insan necə çıxarda bilir? Əzbərçi insan hələ həmişə ona buna baxacaq. Düşünən insan özü eləyəcək. Çətinlikdən çıxa biləcək, qurtula biləcək. Vəziyyətdən çıxacaq. Ona görə övladlarımızı bu qədər gərgin ruhiyyə ilə böyütməyin, narahat böyütməyin. Düşünməyi də insandan aldın, elə bilsən nəyə bənzəyir? Elə bir güldən şirəsini sıxdın, gülü verdin qarşı tərəfə. Nə gülün təravəti var, nə iyi var. Düşüncəni insandan al, insan da insan necə insan olacaq ki? Düşüncəni al, insanı düşünmür. Nə oldu ki? Düşünən insanlar. Çox mühümdür, valla. Mövzu haqqında geniş danışarım. Qorxu insanı gərgin saxlayır, gərgin olanda insan düşünmür. Düşünə bilmir artıq. Ona görə övlad tərbiyəsində övladlarımızı analar, atalar belə də tam qorxu ilə elə tərbiyə etsinlər, bu deyil. Həddi olmalıdır, məhəbbətdir. Dəyər də verilməlidir övlada, öz yerində. Peyğəmbər girdi, gördü bir cavan dua eləyir. Çağırdı onu, ay cavan dedi, bəli, nə qəşəng dua eləyirsən. Fikir verin, dəyər verdi. Dəyər verdi. Övladlarımıza dəyər verməyə bacarın. Həmişə qorxu ilə olmaz ki. Bütün gün danlayasan hələ onu. Hədisdə var, çox danlasan inatkar olar uşaq. Qarşı tərəf inatkar olar, daha doğrusu. Bütün gün danla, qorxu danla. Uşaq eləyəcək inatkar. Da düz bir şey də səhv bizə eləyəcək o. Başa düşürsünüz?